Bəzi ölkələrin mərkəzi şəhərlərində addımbaşı küçə musiqiçilərinə rast gəlmək olur. Bizdə də son vaxtlar həmin musiqiçilərlə rastlaşırıq. Onlara yaradılan şəraitdən və qaydalardan agah olmaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Küçə musiqisi sənətinin tarixi neçənci illərə təsadüf edir? İlk dəfə bu sənət harda yaranıb? Bizim ölkədə küçə musiqiçilərinə neçənci ildən rəsmi icazə verilib? Əsasən şəhərin hansı hissələrində onların ifasına şərait yaradılır? Kimin istedadı varsa küçədə ifa edə bilər? Onların ən çox rastlaşdığı problemlər hansılardır? Sənətini tanıtmaq üçün küçələrdə ifalarla başlayan məşhur qonağımız başına gələn hansı hadisəni heç vaxt unutmur? Bütün bu suallara cavab az sonra yaxşısı budur da. Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub. 19-cu əsrdən etibarən isə Amerikaya gələn miqrant axınına görə Amerikada küçə musiqiçiləri çoxaldı və dəb halını aldı. Amerikada inkişaf etməyə başlayan küçə musiqisi dünyaya iki böyük sənətkarı Woody Guthrie və John Baez'i qazandırıb. Küçə musiqisi və ya küçədə ifa edilən musiqi, bu ifadə səslənərkən bir çoxlarının ağlına musiqi elmindən kənar bayağı səslənmələr və ara ifalar gəlir. Lakin tarixə nəzər salaq, küçə musiqisinin ilk təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub. Daha sonra Avropada yayılmağa başlayıb. Avropada bir çox şəhərlərdə, parklarda, küçələrdə gəzərkən küçə musiqiçiləri ilə rastlaşa bilərik. Burada kimisi mahnı oxuyur, kimisi müxtəlif alətlərdə ifa edir, kimisi pantomima səhnəcikləri göstərir. 19-cu əsrin əvvəllərindən başlayan street music bəndlər, yəni küçə musiqiçi qrupları bir çox ifaçıların karyerasına da öz təsirini göstərib. Bir çox dünya şöhrətli musiqi qrupları və superstarların öz fəaliyyətinə başlaması da məhz küçə musiqisindən başlayıb. Amerikada 18-ci əsrdə küçədə çalıb oynamaq dəb halını almışdır. Amerikada küçə musiqisini ilk təbliğ edən William Billings olmuşdur. Qeyd etmək lazımdır ki, küçə musiqisi ilə məşğul olan bir çox musiqiçilər var ki, daha sonra böyük sənətə yol açırlar. Bunlardan əfsanəvi Edith Piaf, Carlos Santana, Bob Dylan, həmçinin yaxın keçmişə nəzər salsaq, 2021-ci il Avroviziya mahnı müsabiqəsində qalib gələn İtaliyanın Maneskin qrupunun adlarını çəkmək olar ki, onlar da uzun müddət küçə musiqisi ilə məşğul olmuş, daha sonra böyük sənətə yol açmışlar. Küçə musiqisi sənətçinin öz istedadını və performansını geniş kütləyə göstərməyin ən sadə və asan yoludur. Təbii ki, söhbət əsl istedaddan gedirsə. Əgər istedadını və həyatını musiqiyə bağlayan bir musiqiçi gün ərzində seçdiyi repertuarı uğurlu performansla ortaya qoyacaqsa, artıq bu sözün əsl mənasında sənətdir. Əgər bu sadəcə ac qalmamaq üçün musiqiçinin alətdən istifadəsidirsə, o zaman söhbət sənətdən getmir. Küçə musiqisi ilk növbədə burada ifa edən sənətçinin özünü göstərmə bacarığı üçün ən asan yoldur. Təbii ki, burada repertuar da önəmlidir. Əgər bəstəkar musiqilərinə, milli musiqilərə üstünlük verilirsə, burada əsl musiqidən, sənətdən söhbət gedə bilər. Bizim şəhərimizə də dünyanın bir çox yerlərindən turist axını var, bildiyimiz kimi. Bizim də parklarda, küçələrdə küçə musiqisi ilə məşğul olan bir çox insanlar var ki, bunların arasında gənclər çoxluq təşkil edir. Düşünürəm ki, bizim küçə musiqisi ilə məşğul olan gənclərimiz öz milli alətlərimizə üstünlük versə daha yaxşı olar. Çünki turistlər dünyanın hər yerində müxtəlif alətlərlə, nəfəsli alətlər olsun, gitara olsun, bunu dünyanın bir çox şəhərlərində görə bilərlər. Amatardır, kamançadır, balabandır. Mən bunu görmüşəm öz şəhərimizin bir çox yerlərində. Bunlar üstünlük təşkil etsə daha yaxşı olar. Çünki
milli alətlərimizi ancaq bizim şəhərimizdə görə bilərlər turistlər və düşünürəm ki, onları daha yaxşı cəlb etmək olar bu baxımdan. Musiqi ruhun qidasıdır. Eşitdiyin anda insanı uzaqlara aparır. Zaman, məkan fərq etməz. Elə bizdə də 2019-cu ildən küçə musiqi sənətinə xüsusi şərait yaradılıb. Sensiz yollarda kalır gözler, intizarda yanarken. 2019-cu ildən Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsi ilə əldə olunan razılığa əsasən küçə sənətçiləri Bakının mərkəzi küçələrində, xüsusən Nizami küçəsində və bir sıra mərkəzi park və yeraltı keçidlərində öz çıxışlarını nümayiş etdirirlər. Küçə musiqiçiləri arasında müxtəlif yaşlardan ifaçılar var. Onların ürəyə yatan musiqisini duyan kimi addımımızı saxlayıb dinləməyə başlayırıq. Açıq havada canlı ifaları ruhumuza sığal çəkənləri dinləmək istəyirsinizsə, bunun üçün xüsusi yerlər var. Əslən Nizami küçəsində təyin olunan 10 və 12 yer arasında dəyişir və bu iştirakçıların yerləri gündəlik olaraq mütəmməli olaraq dəyişir. Bunun əsas səbəbi isə odur ki, bəzi yerlərdə insan sayı çox olur, bəzi yerlərdə insan sayı az olur və iştirakçılar arasında ədalətlilik prinsipini qorumaq məqsədi ilə onların yeri mütəmməli olaraq dəyişirilir. Düşünürsünüz ki, kimin sənətdən başı çıxırsa, küçədə ifa edə bilər. Xeyr, onların xüsusi seçim turu olur. Müraciət əsasən bizdə mütəmadi tarixlərdən bir, xüsusən 6 aydan bir küçə sənətçilərinin seçim turu keçirilir. Bu seçim turundan bir ay əvvəl biz əsasən mediada bunu onlayn şəkildə elan edirik və iştirakçılar gəlir ərizələrlə bizə müraciət edir. Bu ərizələr toplandıqdan sonra, daha sonra biz Mədəniyyət Nazirliyindən bizə təyin olunmuş 5 nəfər müstəvə heyəti göndərilir ki, seçim mərhələsi 2 turdan ibarət keçirilir. Birinci turda iştirakçılar bizə 3 dəqiqədən artıq olmayan videolarını göndərirlər və biz onları yönləndiririk müstəvə heyətinə. Əgər müstəvə heyəti onları təsdiqləsə, artıq onlar ikinci mərhələyə keçirlər. İkinci mərhələdə isə onlar canlı şəkildə Mədəniyyət Nazirliyinin təyin etdiyi 5 nəfər müsbət qarşısına canlı çıxış edirlər və əgər bu çıxışdan müsbət rəy alsalar, onlara müvafiq vəsiqə verilir ki, bu vəsiqə vasitəsilə onlar şəhərin müxtəlif yerlərinə çıxış edə bilərlər. Keyfiyyətli musiqiçiləri insanlara tanıtmaq üçün gözəl təşəbbüs olan bu layihə çərçivəsində gəlin görək agentliyə nə qədər müraciət edənlər olub. Bu layihə olmamışdan əvvəl şəhərin müxtəlif yerlərində xüsusi sənətçilərə rast gəlmək olurdu. Amma onlar belə deyək, pərəkəndə şəkildə öz çıxışlarını davam etdirirlər və buna polis, icra müdaxilə edirlər. Bu layihənin əsas məqsədi odur ki, istedadlı şəxslər öz çıxışlarını heç bir maneə olmadan, müdaxilə olmadan rahat şəkildə nümayiş etdirə bilsinlər deyə biz bu layihəni yaratmaq qərarına gəldik və 2019-cu ildən bu layihə uğurla davam etdirilir. Hal-hazırda faktiki olaraq 30-a yaxın aktiv küçə sənətçisi bizim layihədə iştirak edir ki, bunların arasında rəssamlar, aktyorlar, canlı heykəllər və musiqiçilər vardır. Hansı ki, bu musiqiçilər də ayrılır. Həm alətdə ifa edən musiqiçilər, həm vokalistlər və s. Bundan başqa xarici ölkələrlə müqayisə dedikdə, əslən mən Türkiyədə bunu şahid olmuşam ki, onlara bələdiyyə tərəfindən bizdəki olduğu kimi vəsiqə verilir. Amma mən başqa heç bir yerdə bunu şahid olmamışam ki, xüsusi sənətçilərinə hər hansı bir vəsiqə verilsin ki, onlar sərbəst şəkildə öz çıxışlarını eləyə bilsinlər. Yəni bu ancaq Azərbaycanda mən rastlaşdığım bir haldır ki, Dövlət Turizm Agentliyi bu şəraiti gənclərə yaradıb ki, onlar öz çıxışlarını sərbəst şəkildə həyata keçirə bilsinlər. Müsahibimiz musiqiçilərimizi tanıtmaq üçün təkcə paytaxtda deyil, regionlarda da onların çıxış edəcəklərini dedi. Bizim regional şöbələrimiz var, hansı ki, Gəncədə, Lənkəranda və başqa yerlərdə. Biz istəyirik ki, gələcəkdə inşallah bu layihəni digər regional şöbələrə də verək ki, onlar da bu layihədən istifadə etsinlər və orada da küçə musiqisi inkişaf etsin. Gözlərim yolda, qulağım səsdə, qalmayıb daha həvəsdə. Turizm agentliyi olaraq, mütəmadi olaraq küçə sənətçilərini müxtəlif tədbirlərə dəvət edirik. Misal üçün, Şaxtağda keçirilən bu il Dünya Kubokuna bizim küçə sənətçilərinin orada aktiv çıxışı olmuşdur. Bundan başqa hər hansı bir qurum bizə müraciət edirsə ki, biz küçə sənətçilərindən bir tədbirdə görmək istəyirik və biz onlara bu şansı yaradırıq ki, küçə sənətçiləri getsinlər, oraya çıxış eləsinlər və istedadlarını göstərsinlər. Biz
Ölkəmizdə çox az insan tapılır ki, dayanıb musiqisini incələsin, ondan zövq almağa çalışsın. Daha sonra musiqiçiyə olan münasibətini atdığı pulun həcmi ilə bildirsin. Amma hər zaman zəhmətkeş, istedadlı insanlara dəstək olmağın tərəfdarı olmalıyıq deyə düşünürəm. Elə küçədə sənət nümayiş edən və zövq oxşayan musiqiçilərə də. Təəssüf ki, bəzən onlar alqış əvəzinə yersiz maneələrlə üz-üzə qalır. Şikayətlərlə bağlı biz onsuz da mütəmadi olaraq tədbirlər görürük ki, hansı ki, Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən iştirakçıların çıxışları mütəmadi olaraq gündəlik yoxlanılır. Hansı ki, səs ölçən aparat vasitəsilə onların səs səviyyəsi müəyyən olunur və əgər hər hansı bir iştirakçı səs səviyyəsini keçirsə, əməl eləmirsə, ona bir dəfə şifahi xəbərdarlıq olunur. Əgər bu xəbərdarlıqdan nəticə çıxarmırsa, artıq bu layihədən kənarlaşdırılır. Və daxil olan şikayətlərin əsası, belə deyək, səs səviyyəsi ilə bağlıdır ki, sakinlər, yaşayan insanlar bu səs səviyyəsindən öz narazılıqlarını bildirirlər və biz imkan çərçivəsində bu şikayətlərin qarşısını almağa çalışırıq. Misal üçün, bəzi yerləri biz dəyişirik, başqa bir yerlə əvəz edirik, bəzi yerlərdə ümumiyyətlə çıxışı ləğv edirik ki, şəhər sakinləri və şəhərimizin qonaqları səs səviyyəsindən narahat olmasınlar. Yağışın nəğməsini duya bilən ürəklər, yarı düşünməyi qadağan etsək də biz əvvəl sözə baxmaz ürəklər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Musiqinin kökü təxminən 3400 il əvvələ gedib çıxır. Bu maraqlı məlumat Suriyanın Uqarit şəhərində tapılan qədim əlyazmadan bəlli olub. Amerika Birləşmiş Ştatlarının Berkeley şəhərində Louis Antropologiya Muzeyində çalışan professor N. Drafkorn-Kilmer 1950-ci illərin əvvəllərində fransız arxeoloqu tərəfindən Suriyada qazıntılar zamanı tapılan həmin gil lövhəsinin deşifrə edilməsinə 15 ilini sərf edib. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında Səs Azərbaycan layihəsinin iştirakçısı bizim gənc ifaçımız olan Roman İsmayılovdur qonağım. Xoş gördüm sizi, necəsiz? Mən də salamlayıram hər birinizi, bizi izləyən hər bir kəs salamlayıram. Mövzumuz küçə musiqisidir, Roman bəy. Və mən də bildiyim qədərilə siz də sənətə elə küçədə də ifalarla başlayan bir şəxslərdən birisiniz. Bu mövzu haqqında nə danışardınız? Nəyə görə küçədə musiqi ifa etmək bir ifaçı üçün lazımdır? Küçə, belə deyək də, mən ümumiyyətlə musiqidə 5-6 yaşlarımdan başlamışam. 18-19 yaşlarından bulvarda uşaqlarla yığışırdıq, gitara ilə oxuyurduq, edirdik. O vaxtdan bəri küçəyə qarşı simpatiyam var, belə deyək, həvəsim var. Hətta Avropada küçə musiqiçilərinlə belə gedib birləşib bir yerdə oxumuşam, yəni. Küçədə olan insanların reaksiyası necə olmuşdu sizə ilk başladığınız dönəmlərdə? İlk başladığım dönəmlər daha əvvəl idi. Mən, yəni, küçələrdə oxuyurdum. Reaksiyalar, yəni, necə deyim, onda hələ mən turizm idarəsindən işləmirdim. Turizm idarəsində mən son 1 ildir işləyirəm və yəni 9 ayda, 10 ayda. Ondan əvvəl, məsələ, bulvarda oxuyurdum, gəlirdilər, yığışırlar başımıza. Hətta orada bardur vardı, bardura yığışırdılar, otururdular, qulaq asırdılar. Normal reaksiyalar da eləyirlər, pis reaksiya verən də olur, hətta qulağını tutub gedən də olur, yəni səsi çox da olur, nə bilim, bunun səsini al, bezmişik, bezdirmişsiniz zat falan filan. Olanda olur yəni, amma yaxşı reaksiya eləyənlər daha çoxdur yəni. Siz dediniz ki, xaricdə də olub sizin belə bir təcrübəniz, orada da ifalar etmişsiniz küçədə, bizdə də. Fərqi desək, sizcə fərq nədir? Öz ölkəmizdə deyənə demirəm, amma həqiqətən bizim ölkədə daha çox tələbat var, yəni, daha çox sevilir, yəni. Xaricdə, yəni, normal qarşılarda 100 nəfər keçir, onun biri bir manat atmıyor, yəni, bizim pullarla indi o. Belə başa düşdüm ki, bizim insanlarımız musiqiyə, sənətə daha çox dəyər verirlər. Əlbəttə ki, yəni. Roman bəy, küçədə auditoriya fərqli olur, çünki burada hər cür zövqü olan insanları biz görə bilirik.
Sizcə əsasən hansı musiqi janrları Təxmini deyək? ən çox sevilən Bəli, musiqilər. bəli, musiqilər hansılar olur? Məncə belə deyək də, mən burada işlədiyim müddətdə, yəni oxuduğum müddətdə ən çox bizim köhnə bəstəkar musiqilərinə üstünlük verirlər, yəni auditoriya. Sonra retro musiqilərdir. Hətta olur, türk oxuyuruq, ingilis oxuyuruq. Keçirlər deyirlər. Öz musiqilərimiz gül kimidir. Niyə öz musiqilərimizi oxumursunuz? Yəni? Ən çox yəni istənilən bunlardır. Gözəl bəstəkarlarımızdan, ölməz musiqilərimizdən istəyirlər ki, məsələn onları oxuyaq, daha da sevdirək. Uğurlar sizə. Çox sağ olun. Bol uğurlar arzulayıram. Təşəkkür edirəm. Sənətinizdə daim irəlidə olasınız. Çox sağ olun. Güzel hayat seven duyan yürektir. Benim eşkim en zarif bir çiçektir. Solmaz karda yanırsam, geçer kayadan dostum. Solar sert bir papızdan. Yaxşı küçə musiqisi bir şəhərin mədəniyyət, turizm və iqtisadiyyatı ilə əlaqəlidir deyə bu sahələrin inkişafına müsbət təsir göstərir. Həmin ifaçıların bir neçəsi ilə etdiyimiz söhbətə keçid etməyin tam zamanıdır. 24 yaşım var, küçə sənətçisi olaraq fəaliyyət göstərirəm. Ali təhsil almamışam, ancaq fərdi vokal dərsləri almışam. Mərhum bəstəkarımız Nailə xanım Mirməmmədlidən. Sonra özüm davam etdirdim. Küçə sənətçisi olaraq davam etməyə başladım. 4-5 il bundan öncə yeraltı və yerüstü keçidlərdən başlamışam. Nizami Qış Parkı keçidi, Ukraynski Kuruk keçidi, Heydər Əliyev sarayına gedən yoldakı olan keçid, bir çox belə keçidlərdən başlamışam. Yalnız gitara alətində ifa etməyə bacarıram, amma eyni zamanda da oxuyuram. Küçə sənətindən öncə təbii ki, ailəvi məkanlarda davam etdirirdim öz sənətimi. Hər gün ailəvi məkanlardaydım demək olar. Amma düşünürəm ki, küçə sənəti daha azad hiss etdirir, daha rahatam. Valideynim əvvəl ifa etməyimə ümumiyyətlə razı deyildi. Amma sonra mənim yanımda gələrək hər şeyin normal olduğunu gördü və mənə daha da dəstək olur və bugün məndən çox-çox fəxr edir. Hər addımımda yanımdadır. İnsanlar daha çox sevir, daha çox insan bəyənir. Hətta işdən yorğun çıxsalar belə mütləq 5 dəqiqə, 10 dəqiqə dinləyib gedirlər. Ocağına can qurban Azərbaycan, əzizsənlər əyilməyən. Mənim qardaşım neyrocərrahiyyə xəstəxanasında hal-hazırda müalicə alır, ağır vəziyyətdədir. Beyninə qan sızıb 1 il 5 ay bundan öncə, 1 il 5 ay 6 aydır. Onun bütün maddi xərcləri, müalicələri hamısı mənli idi. Çünki ailədə bir tək çalışan mənəm. Mən dəstək oluram. Təbii ki, çatdıra bildiyimi çatdırıram. Bacardığım qədər gücüm çatdıyım ki, milyonlar qazanıram, yox. Amma səhnələrə nisbətən daha normaldır. Yadınasın o günləri sənlə bir də dəniz, onu da bilmərəm. Türkiyənin məşhur vokal koçu, səs müəllimi Doğan Cem Bakıya gəldiyi zaman, gəlməmişdən bir neçə ay öncə məni küçədə videomu görüb, çox bəyənib paylaşım etmişdi və Bakıya gəldiyi zaman məni tapmaq istədiyini dedi və mənə yazdı, əlaqə saxladı, biz görüşdük, mənlə video çəkdi, mənim haqqımda gözəl sözlər deyib paylaşdı. Bu da mənim üçün çox-çox böyük uğurdur. Hətta mənə bir təklif də etdi ki, Bakıya gəldiyim zaman, burada konsertim olarsa, konsertimdə mütləq sənə səhnə ayıracam. Musiqi mənim əzəldən, uşaqlıqdan çox-çox sevdiyim bir sənətdir. Ruhum, ürəyim tam musiqi ilə döyünür. Bunu məni tanıyanlar hətta bilir, mən hara gedirəmsə gedim, mütləq mənim gitaram həmişə yanımda olur. Mən musiqisiz qala bilmirəm. Gələcəklə planlarım isə çox böyük planlarım var və çox böyük arzularım var. Əminəm ki, mən hamısına nail olacağam. Ən böyük arzum odur ki, mənim solo konsertim olsun və kassada bir dənə biletim qalmasın. Və əminəm ki, bunu burada da deyirəm ki, inşallah bu olacaq. 27 yaşım var, 4 ildir ki, küçə sənəti ilə məşğulam. İxtisasım Bakı Dövlət Universitetini bitirmişəm, kimya mühəndisliyidir. Sadəcə olaraq ixtisasıma uyğun həm marağım olmadığına görə, musiqiyə daha çox həvəsim olduğuna görə küçə sənəti ilə məşğulam. Musiqi təhsilim yoxdur, amma uşaq vaxtından daha çox musiqiyə marağım olub. Taxtadan özüm simlərdən
gitara düzəldirdim və evdə bunu hər dəfədə valideynlərim sındırıb atırdılar. Çünki istəmirdilər ki, musiqiyə belə deyək də həvəslənim, musiqi təhsil alım falan belə. Musiqi alətlərinin demək olar ki, qarmonu daha çox gözəl bilirəm. Bir də nəfəsli alətlərdən tütək, klarneti. Amma o qədər də belə deyək də professionalını bilmədiyimə görə ən yaxşı bildiyim elə bu səsdir, oxumaqdır. Bağışla qapını döyə bilmirəm. Bağışla sevirəm deyə bilmirəm. Küçə sənəti məndə belə deyək də maraq kəsb elədi və mən də yaxınlaşdım həmin küçə sənətçilərinə və necə kimə müraciət eləmək lazımdırsa sağ olsunlar başa saldılar və mən də Abşeron regional turizm idarəsinə yaxınlaşdım. Sağ olsunlar, onlar da müsabiqədən keçirdilər və bizə belə deyək də vəsiqə verdilər və vaxt təyin elədilər və həmin gündən də küçə sənətini belə deyək də davam elətdirirəm. Bu sənətimi sevirəm, həm də şəhər sakinlərinin belə deyək də zövqünü oxşaya bilirəm. Şəhərin ən çox belə Nizami küçəsində, Natəvan heykəlinin yanında, Nizami heykəlinin yanında, Ədəbiyyat muzeyinə yaxın. Bir də Azneft meydanı var o keçiddə. Ən çox orada ifa edirəm. Retro mahnılara üstünlük verirəm. Elə uşaq vaxtından da o mahnılara qulaq asmışam deyə, indi də istəyirəm ki, ancaq Azərbaycan retro musiqilərini belə deyək də oxuyun, davam elətdirim. Sənə vurulduğum qədər heç vaxt aşiq olmadım, sən bir başqasan ya. 8 ildir musiqi ilə məşğulam ümumi. 3 ilə qədər də ola ki, Dövlət Turizm Agentliyinin küçə sənətçisi layihəsində iştirak edirəm. Əvvəllər Targovda bir çox obyektlərdə, canlı musiqilərdə çıxış elədim. Ondan sonra sənətimi dəyişmək məcburiyyətinə qaldım. Mən bu musiqidən əlavə qadın saçı ustasıyam, Targovda işləyirəm. Ona görə qapalı məkanlarda biraz çıxış eləmək alınmadığına görə məkanlardan uzaqlaşdım və bu küçə sənəti mənə daha həm səmimi, həm də iş barədə daha uyğun olur. İnsanların buradakı səmimiyyəti mənə görə daha xoşdur. Əvvəllər çıxışımda gitarada istifadə edirdim, amma son zamanlar yalnız vokalist kimi çıxış edirəm. Bir çox insanların əlində fürsət olmur obyektlərə gedib əyləşməyə, orada qulaq asmağa, həm vaxt baxımından, çünki onda musiqi çox vaxt gecə olur çıxışlar. Amma burada rahatdır, burada sırf bizi kimlər sevir, kimlər dinləmək istəyir, onlar gəlir rahat ətrafda, parkda, harada istəsələr orada əyləşib dinləyə bilirlər, yaxından gəlib bizə canlı şəkildə qoşulada bilirlər. Ona görə bura həm insanlar üçün, həm də bizim üçün daha səmimidir. Günləri saydım sənə çatdım əzizim, dərdi qəmi başıma attım əzizim, yuxuna gəlmək üçün, üzünü görmək üçün. Oxuduğumuz zaman gəlib yaxınlaşırlar ki, bu mahnını misal üçün qoya bilərsiniz. Deyirik ki, misal üçün o mahnı yoxdur. Deyirlər ki, onsuz da fonoqrama deyil bu. Deyirik ki, yox, fonoqrama. Yəni bir çox insana biz bunu ya oxuduğumuz yerdə mahnını saxlayıb göstəririk ki, yəni çıxış edən həqiqətən özümüzük. Küçə musiqisi əslində həm musiqiçilər üçün, həm də bizim ölkəmiz üçün çox önəmlidir. Belə götürsək, bir 5 il, 10 il əvvələ qədər bizdə küçə sənəti çox inkişaf eləməmişdi. Amma bir çox ölkələrdə, xarici ölkələrdə, elə qardaş ölkəmiz Türkiyənin özündə də küçə sənəti demək olar ki, qat-qat daha çox inkişaf eləmişdi. Ona görə bizim də bu küçə sənətini rəhbərlik sağ olsunlar, həm bizə dəstək olaraq, həm də ölkəmizi küçə sənətinin olduğunu göstərmək üçün belə bir layihə təşkil ediblər bizlər üçün. Bunun olmağı həqiqətən bizim üçün də çox yaxşıdır, həm də dediyim kimi ölkəmiz üçün. Gələn turistlərimiz də ölkəmizə qonaqlarda görürlər ki, burada həqiqətən küçə sənəti, küçə musiqisi deyə bir şey var. İstər xarici mahnılar, istər milli mahnılar, hamısını çıxış etməyə çalışırıq ki, ifa eləyək ki, turistlər görsün ki, bizdə də yəni küçə sənəti, küçə musiqisi inkişaf eləməyə başlayıb. Dəstək olanlar çoxdur, həm öz vətəndaşlarımız, həm turistlərimiz. Həqiqətən yəni bu işə başlayanda düşünmürdük bu qədər, yəni diqqət çəkər, bu qədər müsbət qarşılanar. Amma düşündüyümüzdən daha yaxşıdır indi. Kim bilir, qəlbimin ağrısını kim bilir,
Həsrətin yanğısını kim bilir? Yamanca yorulmuşam mən. Yaxşısı budur, zövqü musiqilər dinləyin, musiqi ilə qalın və öz arzularınızın arxasında gedin. Küçə musiqisi ilə məşğul olmaq sadəcə maddi ehtiyac deyil, istedadın geniş kütləyə tanıdılmasıdır. Elə isə gəlin onlara birlikdə dəstək olaq. Çünki beləliklə biz cəmiyyətimizin tərəqqisinə nail olacağıq. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.